Salam əziz izləyicilər, yeni bir kitabla qarşınızdayıq. Sizlərə təqdim edəcəyim kitab Elsəvər Vəliyevin Riyaziyyat, Riyazi Məntiq fən müsabiqələri və olimpiadalar üçün nəzərdə tutulmuş 5-ci 6-cı siniflər üçün yeni nəşridir. Bugün sizə test bir izahını verəcəm. Yeni qrupumuz yaradılıb. Qrupumuza daxil olmaq üçün ödənişimiz 8 manatdır. Həm video izahlar, həm PDF izahlar həmin qrupumuza bizim atılacaq. Deməli, birinci sualda deyir, aşağıdakı fiqurların sahələri eynidir. Perimetri ən kiçik olan fiqur hansıdır? Baxın, biz bu tip sualları sizlə dəfələrlə işləmişik. Dəfələrlə sınaqlarda, Elsəvər Vəliyevin kitablarında qarşımıza çıxıb. Deməli, bu fiqurların perimetrini tapmaq üçün tərəflərini sayırıq. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 tərəfi var. Digərinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. C bəndində 10. Digərində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 14. 14 tərəfi var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12. 12 tərəfi var. Və ən az deyirsə, ən kiçik deyirsə, burada bizim ən kiçiyimiz hansıdır? 10 cavabı C variantındadır. İkinci sualda deyir ki, Yusif dostlarına satmaq üçün bir ədədi 5 manata 17 top alır. Ümumi olaraq bir ədədi 5 manata 17 dənə top alırsa 17'yi 5'e vururuq, eləyəcək 85 manat. Düzdürmü? 85 manat. O toplara hava vurarkən toplardan 5'i partlayır. Qalır 12 manat və qalan topların 12 dənə top. Qalan topların satışından ümumilikdə 5 manat gəlir əldə etmək istəyirsə 85 manat pul vermişdi. Və 5 manatda gəlir əldə etmək istəyirsə 90 manat qazanmaq istəyir. 12 topdan 90 manat qazanmaq istəyirsə mən 90'ı bölməliyəm 12'yə. Və burada da mənim cavabım eləyəcək 7,5 B variantı. Üçüncü sualda aşağıdakı şəkillərdən hansının digərlərinə nəzərən az sayda simmetriya oxu var? Burada ulduzda, məsələn, bu şəkildə, bir də bu şəkildə çəkmək olur, yox olmur. Bir dənə, bir dəqiqə dayanın. Belə çəkmək olacaq. Bir də hansı formada çəkə bilərik? Bir dənə bu. Məsələn, burada bir dənə bunu çəkə bilərik. 2 dənə çəkə bilərik. 2 dənə çəkə bilərik. Düzdürmü? Bax, ulduzda məsələn belə bu formada. Burada yarıya bölmə də var da. Eyni olaraq, yox, düşmür ulduzda. Simmetriya oxlarına baxaq. Belə eləsək, birində 3, birində 2, ortadan bir dənə. Belə gəlir. Aha, bir dənə daha az sayda. Burada cavabımız oto sözüdür. Çünki ulduzda digər başqa formadadır. Bax, məsələn, bu formada ayıranda da yenə simmetri yox, 2 dənədir. Ona görə cavabımız olacaq B variantı. Oto sözündə bir dənə simmetriya oxu var. Dördüncü sualda deyir ki, aşağıdakı şəkil orta təpə nöqtələri olan 3 eyni kvadratdan əmələ gəlmişdir. Verilən fiqurun perimetri 60 cm olarsa sahəsi neçə verilmiş fiqurun perimetri 60 cm olarsa sahəsi neçə santimetr olar? Tərəfini sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dirsə, baxın, deməli, verilən fiqurun perimetri 60-dırsa, 12 dənə tərəfi var. Və ümumi perimetri 60-dırsa, 60'ı bölürəm 12'yə, düşəcək 5. Bir kvadratın tərəfi 5'dirsə, sahə 25'dir. Burada neçə dənə kvadrat var? 3 dənə kvadrat var. 25'i 3'ə vuranda eləyəcək 75. Hansı variantdır? A variantıdır. 5-ci sualımızda 2 ədədin ədədi ortası 7'dir. 2 ədədin x bölünsün 2 bərabər 7. Ədədlərimizi bilmirəm ki. Burada x 14'ə bərabərdir. Bu ədədlərə 3-cü ədəd əlavə edilərsə, yenə ədədimizi bilmirik. 3-cü ədəd əlavə edilərsə artıq 3 dənə ədəddir. Və yeni ortalama 6'ya bərabərdir. X bərabər elədi neçəyə? 18. İndi mənə deyir ki, 3-cü ədəd neçədir? 18'dən çıxıram 14'ü, eləyəcək 4. 4 B variantı.
6-cı sualda A, B natural ədədlərdir. A plus B ifadəsinin qiyməti ən az neçə olur? Ən az deyirsə, mən bura B-yə 2 yazıram. 5 dəfə 2 10, 1 dəyə gəlir 11. A-mız elədir 11, B-yə yazıram 2. Bunların da cəmi ən az 13-ə bərabər eləyəcək. 7-ci sualımız, 7-ci sualımızda deyir ki, boş bir kamazın çəkisi 9600 kiloqramdır. Kamaza eyni yeşikdən 400 ədəd yığılır və çəkisi 38 ton olur. Hər bir yeşiyin çəkisi neçə kiloqramdır? İlk öncə ümumi kamazın çəkisindən boş kamazın çəkisini çıxaq. Yəni 38 mindən çıxaq 9600-ü. Kənarda çıxım, vaxtımız çox getməsin. Deməli, 38 min çıxılsın, 9600. 0, 0, 4, 7-dən 9 çıxanda 8, 28.000 eləyəcək 28.400. 28.400 bizim yığılan məhsulun çəkisidir. Və bunun da eyni yeşikdən 400 ədəd yığılırsa, çəkisini tapmaq üçün 28.400-ü bölürəm 400-ə. Bu da eləyəcək 71. D variantı. 8-ci sual. 8-ci sualda nə deyir? Düzbucaqlının uzunluğu enindən 4 dəfə çoxdur. En uzunluq. Eni x-dırsa uzunluğu 4x-dır. Düzbucaqlının perimetri 100 metr olarsa 2 vurulsun. X plus 4x 5x bərabərdir 100 metrə. 2'yi 5x-a vuranda 10x bərabərdir 100'ə, x bərabərdir 10'a. Deməli, x bərabərdir 10'dursa, biri 10'dur, biri 40'dır. Düzdürmü? Sahəsini soruşursa, s bərabərdir a vuraq b, yəni 10'u vururuq 40'a, bərabər eləyəcək 400 D variantı. Bunları qeyd elədiksə silirəm, çünki 9-cu sualı artıq izah etməyə yer açmalıyam. Sonra 9-cu sualda bunların hamısı bizə tanış suallardır. Elsəvər Vəliyevin digər kitablarında qarşımıza çıxıb və eyni zamanda sınaqlarda da dəfələrlə qarşımıza çıxan suallardan biridir. Deməli, burada deyir ki, 2 ayaqqabı təmirçisindən biri gündə 10 ayaqqabı, digəri isə 15 ayaqqabı təmir edir. Onlar birlikdə 250 ayaqqabı təmir eləyirlərsə, biri digərindən neçə ayaqqabı çox təmir etmiş olar. Mən birinə 10x, birinə 15x yazıram. Bərabər edirəm bunları 250-yə. 25x bərabərdir 250-yə, x bərabərdir 10'a. Biri 100'dür, 10x 100'dür, 15x 150'dir. Bunlar bir-birindən nə qədər çox deyirsə, 150'dən 100 çıxıram, eləyəcək 50 ayaqqabı çox təmir edəcək. 10-cu sualımızda deyir ki, 55 bölək 5, 11, 12 bölək 4, 12 bölək 4, 3, 3'ü də 3'ə vuranda 9. Və deyir ki, 11 üstə 9 gəndə eləyəcək 20. 20'dən kiçik, A-nın ən böyük qiyməti 19'dur. Aydındır, 20'dən kiçik, A-nın ən böyük qiyməti 19'dur. 20'dən böyük desə, məsələn, 19'dan böyük, A-nın ən kiçik qiyməti desəydi 20 götürərdik. Amma 20'dən kiçik, A-nın ən böyük qiyməti 19, A variantı olacaq. Test 1'imizin sonuna gəldik. İnşallah test 2'ni, test 3'ü və test 4'ü bugün sizlərlə yükləyib qrupumuza yerləşdirəcəm. Qrupumuza qatılmaq üçün aşağıdakı əlaqə vasitələrindən bizlə əlaqə saxlaya bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.